Xaçmaz rayonunda 1988-ci il təvəllüdlü Süleyman tamah məqsədi ilə Mahirəni qətlə yetirib. Teleqrafın əldə etdiyi xəbərə görə o, şizofreniya diaqnozu psixi xəstəliyindən əziyyət çəkən qadının köməksiz vəziyyətindən istifadə edib, onunla cinsi əlaqədə olmaq qərarına gəlib. 2023-cü ilin oktyabrın 23-də o, Mahirənin yaşadığı fərdi yaşayış evinə girib, dəmir əşya götürüb və onun baş nahiyəsinə bir zərbə vurub. Süleyman qadını yerə yıxıb, onunla cinsi əlaqədə olmağa cəhd edib. Özündən asılı olmayan səbəblərdən cinsi əlaqədə ola bilməyib, qadın aldığı xəsarətlərdən kəskin qan itirmə nəticəsində ölüb. Süleyman evdən 100 manat pulu, Mahirənin şəxsiyyət vəsiqəsini, bonus kartını və digər əşyaları götürüb. İstintaq orqanı tərəfindən Süleymanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, 120.2.6 başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlər əlaqədar adam öldürmə, 120.2.9 təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və girov götürülməsi ilə bağlı adam öldürmə, 120.2.11 quldurluq, hədə-qorxu yolu ilə tələb etmə, terrorçuluq və ya bantizmlə əlaqədar adam öldürmə, 29.149.2.4 zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığına ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamağa cəhd, 181.3.3 zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq törətmək, 326.1 rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə və 326.2 dənizçinin şəxsiyyət və sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama maddələri ilə ittiham elan edilib. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Süleyman ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, 2005-ci ildə qəsdən adam öldürmə cinayətinə görə Rusiyanın Tümen şəhərində həbs edilib, 2014-cü ildə azadlığa çıxdıqdan sonra Azərbaycana qayıdıb. 2022-ci ilin yay aylarında çox mənzilli yeni yaşayış binasının tikintisində fəhlə işləyirdim. Binanın tikintisi Xaçmaz şəhərində aparılırdı. Tikintidə Cəmil adlı əslən türk olan fəhlə ilə tanış oldum deyə o ifadəsində göstərib. Süleymanın ifadəsinə görə zərərçəkmiş Mahirə işlədiyi tikintiyə yaxın yerdə yaşayıb. 2023-cü ilin yay aylarında bir dəfə o tikinti meydançasına gələrək bizdən taxta istədi. Evində qaz olmadığı üçün xörək pişirməkdən ötürü taxta yandırırdı. Rəhbərliyə müraciət eləməsi xoşumuza gəlmədi və ona taxta vermədik. Mahirəni bir neçə dəfə ətrafda görmüşdüm. Buna qışqırır, dalaşır, mübahisə edirdi. Bir dəfə nahar zamanı işçilərlə Sarvan adlı kafeyə getdik. Nahardan sonra Cəmil iş danışmaq üçün Mahirənin yanına gedəcəyini dedi. Mahirənin iş gördürmək üçün əvvəlcədən Cəmilə müraciət edib etmədiyini bilmirəm. Cəmil qayıtdıqda Mahirənin evinin qapısını kəsib yuxarıya qaldırmaq, qapını yonub rəngiləmək, hasarı bir kərpic səviyyəsində hörmək lazım olduğunu, bu işi 100 manata danışdığını dedi. İş bircə görəcəyimiz halda 20 manat da mənə verəcəyini və 2-3 saatlıq iş olduğunu da söylədi. Cəmil Mahirənin pulqabında pullarını görmüşdü, ona görə arvadın babat pulu var dedi, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, oktyabrın 23-də günorta saatlarında evdə olarkən Cəmilin işi götürüb-götürmədiyini yoxlamaq üçün Mahirənin evinə yollanıb.
Cəmilin işi görməyə məni dəvət etməməsi pisimə gəldi. Evin qapısı sağa aşağı hissəsinin arxasından kərpic qoyulub bağlanmışdı. Siqaret çəkə-çəkə evə tərəf baxanda Mahirənin hasarın arxasındakı həyət istiqamətində əlində su dolu 2 vedrə ilə evinə girən gördüm. Qapıya yaxınlaşdım, bibi deyərək onu səslədim. O da çölə çıxdı. Cəmilin işləyib işləmədiyini soruşdum. Mahirə 200 manat istədiyi üçün onunla razılaşmadığını bildirdi, deyə Süleyman ifadəsində göstərib. Süleymanın sözlərinə görə daha sonra Mahirə qapının qarşısında hasarı göstərib ona bir kərpic səviyyəsində qaldırmaq istədiyini deyib. Tualetdə işıq quraşdıracağını, yerə kafel vurduracağını bildirdi. Evə keçmək istəyəndə məni buraxmadı. Mən qapının çərçivəsinin üstündə dayanmışdım, deyə o ifadəsində göstərib. Süleyman qeyd edib ki, Mahirə qapıya yaxınlaşıb və sol çiyin çantasının içərisindən pulqabını çıxarıb. Pulqabının zəncirbərini açdı. İçərisindən 100 manat çıxardı. Dedi ki, türk oğlanın pulunu da hazırlamışdım. Ancaq 200 manat istədi deyə razılaşmadım. Bu zaman qapıdan sağda divara söykənmiş armatura gözüm sataşdı. Mahirənin 100 manatı göstərməsi bir anlıq məni özümdən çıxardı. Ehtiyacım olduğu üçün pulu ələ keçirmək qərarına gəldim. Mahirə qozbel olduğundan beli bükülmüş vəziyyətdə idi. O, biraz əyilərək pulqabını sumkanın yanındakı selofan torbanın içinə qoyanda armaturu götürdüm və başının arxa tərəfinə qəfildən vurdum. Mahirə sumkanın üstünə yıxıldı. Pulqabını götürmək üçün əlimlə qadını itələdim. O da sağ yanı üstə yerə yıxıldı. İstəyim pulu götürmək, getmək idi. Mahirə yıxılanda gözlərini açdı. Ancaq heç bir səs çıxarmadı və qışqırmadı. Pencəyimin sağ cibindən bıçağı çıxardım və boğazının sağ tərəfinə bir zərbə vurdum. Artıq əlim bıçaq və ya yerə qan bulaşdı. Qanın görünməməsi üçün evdəki kisələrin bir neçəsini qanın üzərinə düzdüm, deyə Süleyman ifadəsində qeyd edib. Süleymanın ifadəsinə görə Mahirənin baş tərəfinə keçib və onun koftasından tutaraq yuxarıya dartıb. Qapıdan baxanda meyidin görünməməsini istəyirdim. Mahirəni dartanda hələ ölməmişdi. Onunla cinsi əlaqədə olmaq istədim. Əynindəki paltarlarını soyundurdum. Amma ehtiras hissim etmədiyim üçün fikrimdən daşındım. Bədəninin heç bir hissəsinə əlim ilə toxundurmadım. Mahirənin pulqabısını, 3 ədəd işıq plafonunu götürərək evdən çıxdım. Mən çölə çıxanda küçədə, ətrafda heç kim yox idi. Evə doğru gedəndə pulqabıda olan 100 manatı götürdüm və yarımçıq tikilinin darvazasının qarşısında yığılmış quma bastırdım, deyə Süleyman ifadəsində qeyd edib. Təqsirləndirilən şəxsin ifadəsinə görə Ərk Dünyası mağazasının yanındakı avtomobil sexində usta işləyən Məmmədin yanına gedib və əlini orada yuyub. Yaxın dostum olduğu üçün çox vaxt onun yanına gedirdim. Onunla dini məsələlərlə bağlı söhbət apardığım üçün sakitləşərək özümə gəlirdim. Sexdə əlimi yuduqdan sonra yaşadığım evə gəldim. Ailə üzvlərim plafonlarla bağlı mənə suallar verdilər. Birini 1 manat 50 qəpiyə aldığımı dedim, deyə o ifadəsində göstərir. Süleyman qeyd edib ki, velosipedlə hazırda xatırlamadığı aptekə gedib, azyaşlı övladı üçün dərmanlar alıb, təxminən 50 manat pulu xərcləyib. Yerdə qalan pula pampers, şirniyyat, şirin sular və bir kutu siqaret aldım. Uşaqlarımın yanına gedib onlarla görüşdüm, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş Mahirənin hüquqi varisi qismində olan bacısının sözlərinə görə bacısının psixi vəziyyətində 1997-ci ilədək heç bir problem olmayıb, dərzi işləyib. 1997-ci ildə Mahirənin psixi durumu pisləşdi. Özü özünə danışmağa başlayaraq yad adamların ona təzyiq etdiyini bildirirdi.
Qubada və Bakıda xəstəxanalarda müalicə aldı. 2018-ci ilin mart ayında Xaçmaz şəhərində yerləşən bir otaqlı fərdi yaşayış evində tək yaşamağa başladı. Oktyabrın 31-də digər bacım zəng etdi, Mahirənin evində öldürüldüyünü dedi, deyə hüquqi varis ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Süleyman 19 il müddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, müvəkkilinin barəsində bəraət verici qərar çıxarılmasını xahiş edib. Bu şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb, hakimlər heyəti şikayəti təmin olunmaması barədə qərar qəbul ediblər.